Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə Elçinin Talvar əsərinin məzmunu haqqında ən vacib məqamları çatdıracağam. Diqqətli olun. Sona qədər izləməyi unutmayın. Həmçinin YouTube kanalımıza abunə olub, bəyənib, paylaşıb, rəy yazmaqda əsirgəməyin. Akademik Məmməd Arif Dadaş Sağcanın xatirəsinə həsr olunub. Keçək demək əsərimizin təhlilinə. Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırxacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi. Demək, ağacın şaqqıltısı yoldaşlar günün günorta hissəsində baş verir və biz görürük ki, günortanın cırxacır istisi desə ki, mütləq bu yoldaşlar yay fəslində demək baş verir. Çox gözlənilməz səsləndi. Sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın ya nə etsin. Yəni, bu hadisə baş verməyində demək, ilk görən Gülağa olur və Gülağa çaşıb qalır. Həyətin ortasındakı xart ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yeri bölünür. Yəni, tut ağacının bölünməsi yoldaşlar öz-özünə baş verir. Yəni, kimsə onu bölmür və ya hər hansı bir təbiət hadisəsi ağacı qırmır. Və bir müddət tut yağışıymış kimi qara tut həyətin asfaltına töküldü. Həyətə birinci boylanan Ağamuxtarın arvadı Ana xanım oldu. Yəni, belə deyək də, Gülağa bunu görür, amma digər kənardan həyətə boylanan Ağamuxtarın arvadı Ana xanım oldu. Biz görürük ki, Ağamuxtar indi biz orada görəcəyik ki, demək Ağamuxtarın övladlarından biri Ağamuxtardır və Ağamuxtarın arvadı Ana xanım oldu. Ana xanım mətbəxdə oturub nahar üçün küftə yumurlayırdı. Şaqqıltını eşidib ikinci mərtəbədən ağaca baxdı. Sonra çaşbaş qalmış Gülağanı görüb, ətli yağlı əllərini əski ilə tələm-tələsik silə-silə. Ədə Gülağa qışqırdı. Qaz kişiyə xəbər ver, tut parçalandı. Və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı. Kişini çağırsın, amma Əli Abbas kişi çağırmaq lazım deyilmi? Çünki Gülağa hələ onun həyat qapısına satmamış, kişi özü elə ağ köynək geyinib, çoxdan bəri gəzmədiyi iti addımlarla qapıdan çıxıb kartda tərəf gəldi. Demək, biz yoldaşlar, burada Əli Abbas kişi hal-hazırda yaşayan nəslin ən yaşlı sakinidir, yəni babadır. Əli Abbas kişinin bir övladı, demək, Ağamuxtardır. Ağamuxtarın yoldaşı Ana xanımdır və bunların övladı da Gülağadır. Yəni, Gülağa da bunların nəvəsidir. Aydın olun, diqqətli olacaq ki, Əli Abbas kişi ən yaşlı nümayəndədir. Əli Abbas kişinin Ağamuxtar adlı övladı var. Övladının, demək, Ana xanım onun gəlinidir, Gülağa isə onun, demək, nəvəsidir. Kişini çağırmaq lazım deyil, çünki kişi elə özü xartda tərəf gəlirdi. Tez elə, dedi, tez elə, bir də yerdə qalmasın yerdə. Bax, bu yoldaş, bu Əli Abbas kişinin dilinədir, nitqlərdir. Ümumiyyətlə, əsərləri oxuyarkən kimin dilindən hansı nitqin deyildiyi mütləq yada saxlayın. Tez elə, dedi, tez elə, bir də yerdə qalmasın yerdə. Hamısını yığın bir-bir. Bircəsi də qalsa günah olar. Hamısını yığın. Yeyilsin, gərək hamısı dedi. Ümumiyyətlə, xartın yerdə qalması bir günahdır. Bu, ümumiyyətlə, belə bir şey yox. Sadəcə olaraq Əli Abbas kişi bunu özündən deyirdi. Tez elə. Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü, qoydu ağzına və doğrudan-doğru kişiyə elə gəldi ki, ömründə belə ləzzətli tut yemək. 100 ilin tutudur bu, 100 il. Axır ki, 100 haqladı bu xart demək. Xartun 100 yaşı olanda, yoldaşlar, bu xartun 100 yaşı olanda, demək, tut parçalandı. Əli Abbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb, böyük gəlini Ana xanıma dedi. Ana xanım kim idi? Ağamuxtarın yoldaşı. Ana xanıma dedi. Aş pişir bugün. Əli Abbas ki, bu dəfə Gülağa dedi. Gördün ki, elə soruşurdun, düz deyirsən, yoxsa yox. Gördün ki, doğrudan da yaman oldu bu xartın parçalanması. Daha buna bir söz ola bilməzdi. Düz deyirmiş ki, xartut 100 yaşa çatanda parçalanmış və burası da lap doğru deyilmiş ki, bu tutun 100 yaşı var. Demək, həmişə Gülağa demək, atasına deyirmiş ki, demək, Gülağa nəvədir, babasına deyirmiş ki, doğrudan da 100 yaşı olana parçalandı. İndi Əli Abbas kişi Gülağa deyir ki, gördün, mən deyirdim axı 100 yaşı olana parçalanacaqmış və parçalandı. Əcəb oldu. Bunu bu tutdan birinci dəfə yermiş kimi Fəthullahın arvadı Məsmə dedi. Demək, Fəthullahın arvadı Məsmə deyir ki, əcəb oldu. Bunu bu tutdan birinci dəfə yermiş kimi Fəthullahın arvadı Məsmə dedi. Yığışıb qonşularda pay göndərmək lazım. Demək ki, yoldaşlar, qonşulara pay göndərmək demək ifadəsi Fəthullahın arvadı demək Məsmiyə aiddir. Bax, buna diqqətli olacaqsın. Əli Abbas kişinin nəvəsi Ağasəlim üzünü arvadı Zibeydə tutur. Demək, hətta Əli Abbas kişinin yoldaşlar nəvəsi, bax, diqqətli olacaq ha. Əli Abbas kişinin nəvəsi və onun yoldaşı Zibeydə. Yəni, bu artıq Əli Abbas kişinin nəticə sahibidir. Demək, övladlarını da evləndirib. Əli Abbas kişinin nəvəsi var Ağasəlim. Ağasəlimin də hətta Ağasəlimin də toy olub. Ağasəlimin də demək, Zibeydə də Ağasəlimin yoldaşı. Yəni, nəvəsinin də hətta
demək nəvəsi də ailə həyatı qurub. Yəni Əli ki, o qədər yaşlı bir insandır ki, 100-ə yaxın, 100 yox ha, 100-ə yaxın demək yaşı var. Əli kişinin demək nəvəsi də hətta ailə həyatı qurub. Zibeydə də demək Ağa Səlimin yoldaşıdır. Boşqa bir qazan gətir dedi. Tut gündür bu gün. Demək, Əli kişi Zibeydə deyir ki, boşqa bir qazan gətir, tut gündür bu gün. Əli kişi dedi, hə, bir də qalmasın yerdə gəlir. Günahdır. Yəni tutun yerdə qalma günah olma əslində heç yerdə yox idi. Sadəcə bunu Əli sözündən deyir. Bu məhəllədə bu məşhur tut ağacının 100 yaşı tamam olan həmin isti yay günü, bax yenə də burada isti iyul günündən söhbət gedir. Əli kişinin evdəki bütün oğul uşağı, nəvə nəticəsi, gəlinlər həyata çıxmışdı və hamı da bu da ciddi cəhdlə həyata səpələnmiş xartutu yığmağa məşğul idi. Əlbəttə, günah məsələsi Əli kişi elə belə özündən deyirdi, biz bayaq bunu dedik. Heç kim heç vaxt deməmişdi ki, tut ağacının 100 yaşı tamam olanda və gövdədə iki hissəyə bölünəndə yerə tökülmüş tutların hamısı yığmaq lazımdır. Yoxsa ki, günaha batarsan. Belə bir qayda yox idi. Necə ki, tutun 100 yaş tamam olanda pulu bişirmək də adət deyildi. Amma bir halda ki, bu tut ağacı bu dünyada 100 il ömür sürmüşdü. Bu onun 100 yaşının tamam olmasını Əli ki, beləcək gözləmişdi. Deməli, bayram idi bugün və 100 yaşlı ağacın bəhrəsini ayaq altına qoymaq günah idi. Əli kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan onun sinəsinə düz ürəyinin başına bir tut düşdü. Yəni ağ köynək geymişdi axı. Kişinin ağ köynəyində o saat qıpqırmızı bir leşə əmələ gəldi və bunu görən Ağamuxtar, yəni Əli kişinin böyük oldu. Ağamuxtar bütün bədəni birdən-birə ürpəşdi. Artıq Ağamuxtar özü də bir demək yaşlıdır da. Yəni Əli kişinin oğlu Ağamuxtar özü də artıq nəvə sahibidir. Birdən-birə ürpəşdi. Əli kişinin böyük oğlu Ağamuxtar birdən-birə gəldi ki, atasının ürəyinin başına güllə dəydi və bu qırmızı ləkə də qan yeridi. Sonra Ağamuxtarın daha tamam kamal ağarmış gür saçları əli ilə, sonra daha bax Ağamuxtarın da saçı ağarıb. Ağamuxtarın daha tamam kamal ağarmış gür saçları əli ilə geri sağalıb. Ağır vaxtda neçənci dəfə fikirləşirdi ki, yaman qocalıb. Yəni Ağamuxtar deyir ki, atam qocalıb. Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü. Demək Ağamuxtarın sonra Ağamuxtar daha tamam ağarmış gür saçlarını əli ilə geri sığalıb. Axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb. Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü. Lap o vaxtlar ki, hələ divardan tutdu. Yəni Ağamuxtarın uşaq vaxtları yoldaşdı. Əli kişinin yadına düşür və diqqətli olacaq ki, Əli kişinin yadına düşür. Yəni oğul Ağamuxtara baxıb oğlunun qocaldığını düşünür. Diqqətli ol, Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü. O lap vaxtlardır ki, o vaxtlar idi ki, hələ divardan tutub da gəzirdi. Sonra o vaxtlar ki, bu ağacı dırmaşıb tut yeyirdi. Ağzını, burnunu, üst başını qapqara qaralırdı. Əli kişi özünü saxlaya bilmək ürəyində dünyanın etibarsızlığı barədə bir-iki söz dedi. Yəni Əli kişi deyir ki, artıq dövran keçib, vaxt var idi mənim övladlarım kiçik idi. Divardan tutub da yeriyərdi, tut ağacına dırmaşıb tut yerdi. İndi isə artıq övladlarım da qocalıb. Buna yanında yaxıldı ki, illər adamı nə günə qoyur və o balaca uşaq indi gör, ağappaq bığlarının altına gülümsəyib başını qaldırdı. Hə, gör qocalıb nə günə qalıb. Yəni övladının qocaldığını bir növ təəssüflənir. Sonra şairin sözü Əli kişinin yadına düşür. Yəni Əli kişinin yadına şairin sözü düşür ki, biz gəldik gedərik, sən yaşa dünya. O və o ağappaq bığlarının altına gülümsəyib başını buladı. Dünyanın işlərinizi acıq tutmaq da indi ona gülməli göründü. Yəni ürəni dedi. İskəndərə qalma, dünya Çinə qalır. Təbii ki, biz bu ifadəyə oxşar bir ifadə Səməd Vurğunun Vaqif dramında o demək Süleymanı qalmayan dünya kimə qalacaq ifadəsində biz şahidi oluruq. Burasında fikirləşdi ki, Ağamuxtarın qocalığını görür, amma özündən heç bir söz demir. Bax, öz övladının qocalığını görür, amma özündən bir söz demir. Əli kişinin kiçik oğlu Fəthullah nəvəsi Gülağa idi. Əli kiçik oğlu Fəthullah idi. Bax, bir oğlu Ağamuxtar idi. Bir oğlu Fəthullah. Fəthullahın nəvəsi isə Gülağa idi. Diqqətli oluruq ha. Əli kişinin oğlu Fəthullah var idi. Fəthullahın nəvəsi var idi. Artıq yəni Əli kişinin nəticəsi. Nə oldu yoldaşlar? Əli kişinin kişi oğlu Fəthullah idi. Fəthullahın nəvəsi isə Gülağa idi. Nə oldu mu? Yəni Gülağa Əli kişinin nəvəsi deyil ha. Əli kişinin oğlu Fəthullahdır, Fəthullahın nəvəsi Gülağadır. Yəni Gülağa hardasa Əli kişinin nəticəsidir. Nə oldu mu? Qaz getdi evdən qab gətir. Başqablar qazanlar baş barmaq boyda xart oldu. Məhəllə uşaqları tutun 100 yaşa çatıb parçalanması xəbər eşidib Əli kişinin həyatını daraşdılar. Hərəsi 5-10 tut qoydu ağzına. Yəni təkcə ev sahibləri deyil, eyni zamanda kənardan gələnlər də tutdan ləzzətlə yeyirdilər.
Böyük də kiçik də hamısı elə bir yekdil fikirdə gəldi ki, bu tutun ləzzəti başqa şeydir. Heç kim ömründə bu ləzzətli tut yeməyib. Qonşuların hərəsinə bir nimçə tut pay getdi. Elə bir Ələbbas kişi ilə nişan gəlmişdi, şirini paylanır. Bir sözlə həmin şənbə günü, demək, tutun parçamız yoldaş şənbə günü təsadüf edir. Diqqətli olacaq ki, yay günü, şənbə günüdür, iyul ayıdır. Məhəllə uşağından tutmuş böyüyünəcə hər kəs, yəni hamı Ələbbas kişinin həyətindəki xartun parçamızı xəbər tutur və Molla Fərzəli də əsasını, yəni əl ağacı götürüb, dözləyə gəldi burada Ələbbas kişinin küçə qapısının ağzına. Demək, Molla Fərzəli var burada. Əlbəttə, Molla Fərzəli həmişəki kimi bir qadın tutunu alıb getdi. Həmin axşam ana xanım yaxşı bir plov bişirdi. Arvad neçə stəkan duyu dəmləmişdisə, bütün həyətə çatdı. Ələbbas kişinin bir böyük həyət oğul uşağına, nəvə nəticəsinə, yəni hər kəsə çatdı. Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. Aydın məsələ idi ki, bu həyətdə həmişə belə çox adamlı, beləcə gur olmamışdı. Ələbbas kişinin atası usta Həzrətqulu, yəni Ələbbas kişinin özü də demək usta olub, atası Həzrətqulu da usta olub. Həzrətqulu buranı alanda bu həyətdə 2 otaqlı, bir mərtəbə kiçik bir bina vardı. Bu həmin uzaq vaxtlardır ki, yəni indi olmayıb da keçmişdə, uzaq vaxtlardır ki, onda həyətdəki xartut hələ cavan bir ağac idi. Ələbbas kişi də balaca uşaq. Demək, xartutun Ələbbas kişidən böyük olduğunu biz şahidi oluruq. Çünki xartut balaca bir ağac idi, Ələbbas kişi də balaca uşaq. Bu tutun gövdəsi indiki budağından nazik idi. Ələbbas kişi evlənəndən sonra özünə 2 otaqda tikdi. İndi həmin 2 otaqda Ələbbas kişinin nəvəsi Ağa Səlim ailəsində yaşayır. Sonra uşaqlar böyüdü, hər kiçikdir. 4 otaqda oldu, 6 otaq. Sonra 8 otaq, sonra 1 mərtəbəli bina 2 mərtəbəli oldu və s. Yəni bütün nəvə nəticələr, oğul uşaqlar bir otaq, yəni bir həyətdə qalarlar. Oğullar evləndi, nəvələr evləndi. Hətta nəvələrin də evləndiyimiz görür. Və həmin tutağacı parçalanan həyatda hamı bir parça yer tapıldı. Ələbbas kişi ilə Tubu xanımın Ələbbas kişinin həyat yoldaşının adı Tubu xanımdır. Tubu xanımın 2 oğlu, 4 qızı vardı. Doğrudan da qəribə dünyası işlərdi. Ağa Muxtar da, Fəthullah da müharibədən sağ-salamat qayıtmır. Biz burada həm Ağa Muxtarın, həm Fəthullahın, və diqqətli olacaq, Ağa Muxtarın və Fəthullahın müharibədən sağ-salamat geri qayıtdığını şahidi olur. Başları çox qəzov qədər, çox məşəqqət çəksə də, indi şükür salamatı ikisi də çoxdan baba idi. Yəni, hətta demək, Ələbbas kişinin övladları özləri də baba olublar. Kişi başa düşdü ki, bu gecə səhərə kimi gözünə yuxu getməyəcək. Çoxdan lap qədimlərdə olub keçənlər yadına düşəcək və özü də təəccüb edəcək ki, 5 yaşında, 6 yaşında olduğu vaxtlarda əhvalatlar necə yadında qalır. Amma 2 gün bunun əvvəlki söhbəti yadından çıxıb gedir. O 5-6 yaş olanda dağlar balası idi. Yəni Ələbbas ki 5-6 yaş olanda dağlar balası idi. Meşələr yadına gəlirdi. Sıldırım qayaların yadına gəlirdi. Başa qalı uca dağlar yadına gəlirdi. Köpüşlərin köpün axan dağ çayında kəndi uşaqlığı ilə bərabər çimməyi, plansız eşeğə dırmaşıb çapmağı yadına gəlirdi və bir də çəpiş yadına gəlirdi. Bu çəpiş onun çəpişi idi. Hara getsəydi, dalınca düşürdü, əlindən demək yarpaq yeyirdi. Demək biz burada Ələbbas kişinin uşaqlıq xatirələrini gözünün önünə gətirdiyini demək biz şahidi oluruq. Diqqətli olacaq ki, burada Ələbbas kişinin uşaqlıq xatirələri gözünün önünə gəlir. Ələbbas kişinin atası kənddə köçüb, kənddən demək Bakıya köçür, sabunçu neft mədənləri fəhləşdirdi. Demək Ələbbas kişinin atası əvvəl usta olub, sonra demək Bakıdan sabunçuya köçüb neft mədənlərini fəhlə işləyirdi, sonra buruq ustası oldu. Demək buruq ustasıymış. Diqqətli olacağıq. Öncə biz usta dedik, amma buruq ustasıymış. Demək neft mədən fəhləşdirib buruq ustası olur. Ələbbas kişinin uşaqlığının çox hissəsi yenitməli o yerlər keçmişdi, amma o neftçi olmamışdı, dülgər olmuşdu. Demək biz burada övladın ata yolunu davam etmədiyini şahidi oluruq. Biz bunu eyni zamanda Zeynələbdin əsərində də şahid oluruq ki, məhz övlad ata yolunu davam etmir. 2 gün bunun əvvəl Ələbbas kişinin baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətlərinin küçə qapısı ağzında bacı bir skamya düzəltməyə başladı. Demək Ələbbas kişi yaşlı bir adamdır, dülgərdir. Yəni taxtadan müxtəlif əşyalar düzəldir. Baltasını, mismarı, rəndəsini, çəkicini götürüb həyətlərin küçə qapısının ağzında bacı bir skamya düzəltməyə başladı. Mismarlar əyri getdi, artıq yaşlaşıblar. Çəkic də barmağını vurdu, axırda balta ilə əlini zədələdi. Ağa Muxtar dedi, yəni o övlad Ağa Muxtar dedi. Əşə, əl çək bu işdən də nə lazımdır? Gərək skamya düzəldirsən. Küçə qapılar üzbəüz bir-birinə baxan Alxas bəydir. Yəni Ələbbas kişigildən Alxas bəyin evi üzbəüzdür. Alxas bəy dedi, kişi, ged otur, uzan yat, istirahətini elə də. Benzin kolonkasında satıcı işləm,
Mehranqulunun oğlu Əliqulu şeir yazan, məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam heyran dedi. Demək, benzin kolonkasında satıcı işləyir. Mehranqulunun oğlu Əliquludur. Şair təbiətli insandır, şeir yazır. Məhəllə tarixində qəzetdə imzası olan ilk insan. O artıq başqa cür yanaşır. Necə də əməksevər qocadır. Əsl şeir qəhrəman, əsl sənət demək qəhrəman. Bir aşağıda poetik təfəkkürün yox, həyatın bəhrəsidir. Əliqulunun danışıqları məhəllədə çox adam əməlli başlı başa düşmür. Çünki o təhsilli idi, bilmir. Və bu dəfə də bu sözə fikir verən olmur. Yəni, hər kəs Əliqulunun demək qocaldığını, Əli Abbas kimi qocaldığını düşündüyü halda Əliqulu deyil isə çox əməksevər qoca. Yəni, o artıq şeir sənət adam olduğu üçün tam başqa cür yanaşır hadisəyə. Əli Abbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı və balaca xanımın bir göz qarpığında küçəyə yığdığı adamların arasında həyətə girdi. Demək, Əli Abbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya, çünki əlinə əzib, balaca xanımın bir göz qırpımında küçəyə yığdığı adamın arasında həyətə girdi. Ağzını açıb bircə kəlmə söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu. Bu öz yerində. Məsələ bunda idi ki, belə bir naxələfli adamı yandırıb yaxırdı. Usta onsuz da bilirdi ki, bu skambiya onun dülgəri aləmində axırıncı sözüdür. Əli Abbas kişi, yəni usta elə düşünürdü də, yəni Əli Abbas kişi elə düşünürdü ki, demək axırıncı işimdir bu. Əli Abbas kişi hələlik belə fikirləşirdi. Biz görəcəyik ki, belə fikirləşmə tezmiş. Yəni Əli Abbas kişi skambiyadan başqa bir talı vardır düzəldəcək. Və indi usta burasında da özü üçün lap yəqin etdi ki, bu balta kimi 60-70 ildən sonra onun əlini kəsir. 8 də barmağını əzir. Daha lap doğrudan doğruya qurtardı, mismar vurmaq, taxta rəndələmək. Artıq yəni qocalıb da. Mismar əyri gedir, 8-dən əlini əzir, baltını əlini doğrayır və s. Gəlir ikinci hissəyə yoldaşlar. Xartun 100 yaşı tamam olan həmin günün səhəri, bax bəzən suala düşür ki, Əli Abbas kişinin demək diləklərini satmağa aparır və yaxud Əli Abbas kişi dünyadan köçür. Əli Abbas kişi dünyadan köçmək Xartun parçalandığı günə düşür. Xeyr. Xartun parçalandığı günün səhəri bir gün sonra Əli Abbas kişi yerindən qalxıb adəti üzrə həyət kranında səliqə səhmana yöndü. Böyük gəlini Ana xanımın, o Ağa Muxtarın arvadı Ana xanımın sübh tezdən dəmdə çaydan içib çörəyini yedi. Qıflın açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi, divarlarını suvaqlayıb ağardıb, üstünə qırmızı kirəm düzdüyü alətxanasının qapısını açdı. Xartun 100 yaşı tamam olduğu həmin yay gecəsi Əli Abbas ki, bu qərara gəldi ki, alətlərin ən yaxşısını seçib aparıb satsın. Demək, Xartun parçalandığı həmin yay gecəsi, həmin axşam Əli Abbas düşünür ki, alətlərin ən yaxını seçib aparıb satsın. Burada əlbəttə əsas məsələ pul məsələsi deyildi. Əvvəla Əli Abbas kişiliyin dolanışıqlığı yaxşı idi. İkinci, bütün alətlərin qiyməti bir o qədər pul eləmirdi. Əsas məsələ burasında ki, bu alətlər yaxşı bir ustaya qismət olmalı idi. Yəni, o pula görə satmırdı. O istəyirdi ki, bunu satsın, istəyirsə havayı da verərdi hətta. O istəyirdi ki, bunu yaxşı bir ustaya qismət olsun da, yaxşı alətlərdir. Bu alətlər iş görməli idi. Qalıb paslanmamalıdır. Əli Abbas ki, alətlərin bir məhəllənin adamlarına bağışlasa da bilərdi. Amma belə bir səxavətin mənası yox idi. Çünki belə bir səxavət bu alətlərə rəva deyil. Çünki bu alətlər həmişə bəhrə vermişdi. Gözəl qapılar, pəncərələr, taxtalar, sandıqlar düzəltmişdi. Kişinin yenə alətxanasını açıb çəkiz mişar götürməyə pəncərədən birinci məsmər gördü. Məsmər gördü və elə başa düşdü ki, qançı küçə qapı ağzında yarımsız qalmış skamyanı tezdən düzəltmək istəyir. Tez Fəthullanı səslədi. Fəthullah şüşəbənddə oturub çay içərisində televizorun gündüz verilişinə baxırdı. Axşamdan bütün həyətin qız gəlinliyi, arvadı yığışırdı Fəthullah şüşəbəndinə televizora baxmaq və kişilər də küçəyə çıxıb çəkidə nəd oynamaqdan və nəd oynayan tamaşa etmədən başqa çarə qalmayan. Bu dövrdə təbii ki, evlərdə televizorlar az idi. Yığışırdılar bir yerə, televizora baxırdılar. Yəni həmin televizora baxmaq səhnəsi Fəthullahın həyatında olurdu və eyni zamanda arvadlar televizora baxırdı, kişilər isə nərd oynayırdılar. Fəthullah həyata çıxdı, sonra Ağa Muxtar həyata çıxdı. Fəthullah və Ağa Muxtarın övladları təbii ki, həyata çıxdı. Əli Abbas kişinin gəlinləri pəncərədən boylandılar və hamı bu təzə xəbərdən hamı yuxuru oldu. Ağa Muxtar dedi. Ağa Muxtar Əli Abbas kişinin böyük oğlu. Ay kişi, ax dost var, düşmən var. Başlayacaqsan çəkic satmağa. Ağa Muxtar bu sözü dedi, amma atasını da yaxşı tanıyırdı. Bilir ki, kişinin beyninə bir şey girdisə, onu oradan dartıb çıxarmaq çətin idi. Yəni başlayacaqsan əmələ başlayıb çəkic mişar satmağa. Bunu da Fəthullah, yəni demək ki, hər ikisi söz deyir ki, Fəthullah da Ağa Muxtar deyir ki, ay kişi, yəni bu yaşda nə çəkic mişar satmaq. Bu söz söhbət Əli Abbas kişinin xoşuna gəlmədi və o oğul uşağın üstünə çımxırdı. Gedin, öz işinizlə, gücünüzlə məşğul olun. Mənim başıma ağıl qoyma. Amma Əli Abbas ki, burasını demədi ki, nə satmaq bazdır? Bir yaxşı usta çıxsa qarşısında ki, bu alətlərə sərraf gözlə baxa bilir, qolunda güc var, ayağında taqət, pulsuz, zadsız halal edər, ona bu çəkici də müşarədir.
Rəndənin də başqa nəyi var? Hamısı da. Ələbbas Şirin məhəlləsində 7-8 tin aşağıda təzə bağça salınmış. Demək, Ələbbas Şirin məhəlləsində 7-8 tin aşağıda təzə bağça salınmışdı və bir gün usta hələlik 4 aləti seçib, bax ilk olaraq 4 alətini seçib, bağçaya gələn skamyalarından birini əyləşib, alətlər də yanına düzəndə təsbehini çevirə-çevirə fikirləşirdi ki, istirahət doğrudan da qiyamət şeydir. Adamlara baxdı, uşaqlara baxdı, əvvəlcə narahat oldu ki, uşaqlar indi yığılacaq başına. Başlayacaq da mişara rəndə baxmaq, amma biraz getdi, yanından ora-bura yürən bir-biri ilə oyun uşağının heç biri ona tərəf məhəl qoymadı. Heç ayaq saxlayıb bu alətə baxan da olmadı. Ələbbas kişi fikirləşdi, doğrudan dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapança, rəngbərəng balaca vedirə, 100 cürə oyuncaq var. Kimdir bu mişara çəkicə fikir verir? Yəni uşaqlar hərəsi öz işindədir də, müasir dövr. Kimdir o çəkicə mişara zubla fikir verən? Kişi bunu fikirləşdi və ürəyi ağrıdı. Bu çəkic mişara yazığı gəldi. Onların bu kimsəsizliyi, sahibin gücsüzlüyü, acizliyi onu yandırıb yaxdı. Birinci gün Ələbbas kişinin rəndə mişara müştəri gəlmir. Yəni birinci gün Ələbbas kişinin rəndə mişarına bir nəfər də olsun baxmadı. İkinci gün usta yenə gəlib bağçadakı skamyaların birini əyləşdi və yenə də alətləri yanına düzdü. Yenə adamlara, uşaqlara baxdı və yenə də birdən-birə öz uşaqlığını gördü və dağların ətəyində yenə də burada baxın yoldaşlar, biz bir qədər öndə də Ələbbas kişinin öz uşaqlıq xatirələrini gözünün önünə gətirdiyini demək şahid oldu. Bax burada da eyni zamanda öz uşaqlıq xatirini gözünün önünə gətirir. Yenə adamlara, uşaqlara baxdı və yenə birdən-birə öz uşaqlığını gördü. O dağların ətrini duydu. O dağların döşündəki gül çiçəyin rəngi gözlərinin qabağına gəldi və dağların çəni çirkini bütün darıxdı. Fikirləşdi ki, bir də heç vaxt o dağlara olmayacaq. Bir də heç vaxt o dağ çayı boyunca addımlamayacaq. Artıq yəni qocalıb. O saf havadan sinə dolusu nəfəs almayacaq. Usta fikirləşdi ki, nə tez gəlib keçdi bu illər. Belə bir fikir gözləyirmiş kimi gözlərin qabağında saysız hesabsız adamlar gəlib ötürdü. Çoxunun heç adını da bilmirdi. Hara gördüyünü yadına salmırdı. Amma sifətlər bir-bir gəlib keçirdi. Uzun saat illər boyu gördüyü, rastlaşdı və bəlkə də heç birini indi yer üzündə olmadığı adamların sifəti. İkinci gün Ələbbas kişinin çəkilmiş mişarı müştəri tapılmadı. Yəni ikinci gündə artıq tapılmadı. Yəni 2 gündür bağçaya gedir. Amma heç kim demək onun çəkilmiş mişarına tərəf baxan olmur. Üçüncü gün artıq havada bir balaca tutuldu. Xəzir əsməyə başladı. Ələbbas kişi bir müddət həyatda vurnuxub tez göyə baxdı və o uşaqda hava doludur, yağış yağmaq istəyir. Oğul uşaqda bir ümid yarandı ki, bəlkə kişi daşı tükətdi. Yəni yağış yağa getmir. Elə bir usta özü də ürəyində yağış yağmasını istəyirdi. Onun üçün yağış yağmaq istəyirdi. Yola işte alətləri satmaq da istəmirdi əslində. Onun üçün istəyirdi ki, kaş gələ yağış yağ evi bu gün çölə çıxmayıb. Amma yavaş-yavaş göy açıldı. Ələbbas kişi də torbasının qoltuğuna vurub bağçaya getdi. Üçüncü gündə artıq. Skamyaların birini oturub alətdə yanına düzdü. Biraz keçdi, göyün üzü yerin tutuldu. Bağçadakıların çoxu, uşaqlı, analar, qoca arvadlar yavaş-yavaş durub getdilər və gözü yenə də, ikinci dəfə gözü yenə tutulur. Yəni yağışın yağmağından ehtimal olduğu üçün analar, qoca arvadlar durub yavaş-yavaş gedirlər. Və bu zaman 25-26 yaşında 25-26 yaşlı bir oğlun Ələbbas kişiyə yaxınlaşıb alətlərə baxdı və salamsız-kəlamsız soruşdu. Neçəyədir kişi quzubul? Ələbbas kişi istər-istəməz ilk növbədə bu oğlanın əllərinə baxdı. Və oğlan da həmin baxışları mənasını başa düşdü. Oğlan həmin demək baxışı mənasını başa düşür. Onun belə bir inamsızlığından xoşu gəlmədi. Və demək dedi, biz burada 25-26 yaşlı oğlan dilindən deyilən ifadəyə baxın, yoldaşlar. Nədir kişi, əlimə baxırsan, görəsən ustayım ya yox, ustayam, özü də lap yaxşısından, lap kefini istəyəndən. Əlimdə bax, görürsən, bir dənə döyənək yoxdur. Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun daha heç kimə lazım deyil. İndi dükanlar doludur elektrik dirəklə. 13 manat 50 qəpiyə biri. Ələbbas kişi bu səsli oğlanı, get bala get, Ələbbas kişinin dilinin nitqi var, get bala get dedi. Yəni Ələbbas kişi ilə 25-26 yaşlı oğlanın dialoqunda şahid olur, diqqətli olacaqsınız. Get bala get dedi, get al elektrik dirək. Səni qısnayan var ki, gəl bu zubulu al. Oğlan bir söz demədi, əlini o tərəf bu tərəf yerlədi və çıxıb getdi. Bu oğlan bəlkə də usta idi. Bəlkə də o oğlan da keyfi istəyən ustadır. Amma onun ürəyi usta deyil. Doğrudan ustanın gərək ürəyi usta olsun. Üçüncü gün həmin oğlan Ələbbas kişinin çəkic mişarı ilə maraqlanan yeganə adamı. Yəni, diqqətli olacaq ki, həmin oğlandan başqa Ələbbas kişinin 3 gün ərzində Ələbbas kişinin çəkic mişarı heç kim maraqlanmır. Dördüncü gün yenə də Ələbbas kişi, dördüncü gün görə elə, Ələbbas kişi həyətə çıxıb alətxanasını açdı, torbasını götürdü və hərəsi öz pəncərəsindən həyətə baxan ana xanımla məsmə bu dəfə mənalı bir-birinə baxdı.
Yəni ki, axı bircə vaxtımızda görcək günlərimiz varmış. Ələbbas ki, həyat qapısından çıxıb təzə bağçaya getmək əvəzinə, artıq 4-cü gün təzə bağçaya getmək əvəzinə torbanın qapının ağzına yarımçıq skamya üstünə qoydu. Qollarını çırmalayıb skamyanı düzəltməyə başladı və ən qəribəsi bu idi ki, mismarlar düz getdi. İlk birinci gün gələndə, yəni 3 gün əvvəl gələndə skamya düzəltmək istəyəndə çəkic demək mismar əyri gedir, çəkiclə barmağını əzir, amma 3 gün sonra, yəni 4-cü gün artıq bağa satmağa getmir, öz qapılarının ağzına yarımçıq skamyanı düzəltmək istəyir. Həmin skamyanı düzəldəndə mismarlar düz getdi. Balta öz kimi neçə illər bunda əvvəl kimi səliqəli gördü. Çəkicdə, rəngdə də, kəlbətində Əli Abbas kişinin qupquru quruyub qaxadı dönmüş əli nə istədisə onu elədi. Bir saat yarımdan sonra, bir saat və yaxud da bir saat yarımdan sonra skamya hazır oldu və Ana xanım da Məsmədə elə gəldi ki, qanitalara yenə 20-30 il bundan qabaqçı usta Əli Abbasdır. Səhər gün Əli Abbas ki, evin qap pəncərəsinə əl gəzdirməyə başladı. Təkcə skamyalar kifayətlənmir, evin qap pəncərəsini də bir, demək, əl gəzdirmə diqqət olacaq ki, təkcə demək skamyanı düzəltmir, evin qap pəncərələrini əl gəzdirmə başladı. Sonra həyatın şüşə bəndini səliqəyə saldı. Sonra qonşulara baş çəkdi. Yəni hər kəsə insan sanki dünyadan köçürmüş, köçdüyün deyirlər, duyur hətta. Belə deyək, bir hiss yaranır ki, doğrudan mən dünyadan köçəcəm. Sonra demək bir qap pəncərə gəzdirdi. Sonra qonşulara baş çəkdi. Sürahiləri təzələdi. Sonra pəncərə çərçivələrini sahmanladı. Həyətlərin ikinci mərtəbə qalxan taxta pilləkənlərə qaydaya düşdü və yavaş-yavaş yay keçib getdi. Payız başladı. Artıq biz yayın keçib getdim və burada payız fəslinin gəldiyini görürük. İki fəsildən burada söhbət gedir təbii ki, həm yay, həm də payız fəsli gəldi və payız fəsli gələn qədər də bu kişi də taxta pilləkənləri sahmana sarı qap pəncərələri gəzdirir və qonum qonşuları bir-bir baş çəkir. Əli Abbas kişinin işə isə yenə qolları güclü, hərəkətləri cərrastı idi. Bütün məhəllə və o cümlədən Əli Abbas kişinin oğul uşağı ustanın birdən-birə belə cavanlaşmasına məəttəl qalmışdı. Artıq biz burada ustanın biraz cəldləşməsinə şahid oluruq. Hamı fikirləşir ki, Əli Abbas kişi də həyətlərində xar tut kimi 100-ü ötəcək. Artıq 100 deyil ha. Yəni Əli Abbas kişinin 100 yaşı yox, 100-dən azdır. Balacı xanım hərdən gəlib Əli Abbas kişinin küçələrin ağzında skamyada oturur. Balacı xanım da Əli Abbas kişinin qonşusudur. Balacı xanım ləzzətli söhbət edərək bərkdən şaqqını çəkib gülə-gülə o qədər tum çıxlardı ki, bütün hissəki tumun qabığı dolurdu. Bir dəfə tərs-tərs bir ona, bir də şəkin üstündə tum qabı olan baxan Əli Abbas kişi dedi: "Süpürəcəyəm, ay Əli Abbaslar, süpürəcəyəm hamısını. Neyinin bizim qapının ağzına bir skamya düzəltmirsən də mənim üçün." Əlbəttə, bacı xanım söz idi deyirdi və heç fəzli gəzlənmirdi ki, Əli Abbas kişi deyəcək ki, neynək, sizin də qapının ağzına skamya düzəldirəm. Bacı xanım elə bir ömrünü bu cür sidq ürəkdən sevilməmişdi. Doğrudan, demək, neynək, sizin də Əli Abbas kişi deyəcək ki, demək, Əli Abbas kişi burada deyir ki, bəli, sizin də qapının ağzına düzəldirəm. Bacı xanım elə bir ömründə bu cür sidq ürəkdən sevilməmişdi. Doğrudan, çox sağ ol, ay Əli Abbaslar. Amma eləsini düzəltsə, heç bir məhəllədə belə skamya olmaz. Bu demək, bacı xanım dilindən dilin ifadə edir. Balaca bir talvarı da olsun Əli Abbas, yəni üzərinə yağış tökülməsin də. Yayda gün düşməsin üstünə. Əli Abbas kişi, neynək dedi? Talvarda düzəldirəm. Taxtı lazımdır biraz. Əli Abbas kişi səhəri gündən işə başladı. Qəssab Ağa Nəcəfgilin küçə qapısının ağzına skamya düzəldi. Demək, Ağa Nəcəf var burada. Ağa Nəcəfin yəqin ki, yoldaşıdır indi bu balaca xanım. Skamya düzəltdi. Balaca bir talvar üçün taxtlı dirəklər hazırladı və onun cəmi bircə gün işi talvar düzəltmək qalmış. Yəni bütün işləri görmüşdü, bir dənə talvar düzəltmək qalmış. Biz onu görəcəyik ki, bunu da sonunda düzəldir. Bütün məhəllə bu fikir idi ki, bu skamya Əli Abbas kişinin sonradan sonra ustalığının şahəsəridir. Həmin oktyabr səhəri, artıq payız fəsli və oktyabr ayıdır, səhəri Bakı elə bir təzədən yay qayıtmışdı. 100 yaşlı xalqın həyata səpələnmiş xəzəli ilə, xəzəl yəni yarpaqları ilə belə bir isti heç uyuşmurdu. Çaynikı qazın üstünə qoyub səhər-səhər tabaqçada qənd doğuran Ana xanım, yəni onun böyük gəlini, şöbənddən həyata baxırdı. Arvadın gözü qaynatasının alətxanasına sataşdı. Sonra kişinin yatdığı evin qapısına tərəf boylandı və necə oldusa, birdən-birə Ana xanımın ürəyi bir nigarançılıq gördü. Yəni kişi deyir ki, artıq qapı bağlıdır, bu vaxtda kişi çıxmalıdır, amma yoxdur. Əli Abbas kişi həmişə bu vaxtlar həyat baca dolaşırdı. Bir müddət keçdi, kişilər oyandı, uşaqlar tələm-tələsik çay çörəklə yemməyə başladılar ki, məktəbə gecikməsinlər. Əli Abbas kişi həyata çıxmadı. Ana xanımın çəkinə-çəkinə qaynatasının işə getməyə hazırlaşan Ağa Muxtardan xəbər aldı. Ağa Muxtar arvadının gözlərinin içinə baxdı və bir söz demədi və həyətdə düşüb atasının yatdığı otağa girdi. Əli Abbas kişi gecə yuxuda ikən keçilmişdi, yəni dünyadan köçmüşdü. Həmin gün bütün məhəllə gecə yarısına kimi Əli Abbas kişinin həyatına gəlib getdi. 100 yaşlı xartun altında düzülmüş stullarda, kətillərdə oturub bir stəkan çay içdi. Ağa Muxtar Fəthullah təbii ki,
Ələbbas kişinin övladlarıdır. Çox adamda o həyat elə bir kişinin getməyilə yetimləşmir. Yəni artıq belə deyək də evin böyük ağsaqqalı dünyadan köçmüşdü, o yetimləşmişdi. O isə payız günü 100 yaşlı tut ağacı da tək tənha idi. Səhər isə məhəllədə görünməmiş bir hadisənin şahidi oldu. Səhərsi gün, yəni Ələbbas ki öldüyü gün səhərsi gün, bacıxanımın küçə qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi. Bütün məhəllə qəssab ağa Nəcəf də ağlamaqdan gözləri qızarmış bacıxanım da Ələbbas kişinin oğlu uşağı da bu işə heyrət edirdilər. Məhəllənin lap balaca uşaqlar arasında, lap balaca, diqqətli olurlar, balaca uşaqlar arasında belə bir dənə vardı. Ümumiyyətlə məhəllədə belə bir şayə gəzirdi ki, Ələbbas kişinin çəkizmiş Rəndə kəlbətini özü, demək gecə öz-özünə gəlib ustanın yarımçı qalma işini qurtarırlar. Təbii ki, belə bir şey ola bilməz. Yəni 8 mişarın özünün gəlib görməsi. Belə fərz edə bilər ki, yəqin ki, hər kəs yatandan sonra nədir bu? Ələbbas ki gəlib düzəldib də. Yəni 8 mişar necə öz gəlib işləyir bu? Əsərin təhlilinə baxan yoldaşlar, əsər epik növdə təbii ki, hekayə yanrında yazılmışdı. Həyat hadisənin təsvirində təhkə, yəni danışıq aparıcıdır. Əsərin mövzusu təbiət hadisəsi fonunda sadə insan ömrüdür, təbii ki. Hadisələr 20-ci əsrin sonlarında baş verir. Yəni 20-ci əsrin sonlarında 1950-dən sonra baş verir. Sadə peşə adamların həyatında təbii ki, biz bunu keçən son gecəsi əsərində də görə bilərik. Eyni zamanda Ələbbas kişinin övladlarının demək müharibədə iştirak etdiyini görə bilərik. Yəni bu da 1939, 1900 demək 45-ci il 2-ci Dünya müharibəsinə təsadüf edir. Və eyni zamanda 19-cu əsrin 20-ci əsrin sonlarına Bakıda baş verir. Sadə peşə adamlarının həyatını bəhs edən Talvar əsərində yazıcı bu insanların mənəvi əxlaqi keyfiyyətlərini ustalıqla təqdim etməklə bütöv bir cəmiyyətli barədə aydın təsəvvür yaratmışdır. Talvar hekayəsinin qəhrəmanı Ələbbas kişi sadə peşə adamı olub, ömrünü zəhmətlə keçirmişdir. İnadkarlığı ilə seçilir. Adi bir əhval kartun parçalanması çox saylı ailə üzvlərinin, eləcə də məhəllədəki insanların Ələbbas kişiyə münasibəti daha qabaq üzə çıxarır. Məlum olur ki, Ələbbas kişi ömründə hədər yaşamamışdır. Talvar hekayəsi 100 yaşlı ağacın xartutun birdən bir parçalanması ilə əlaqədar baş verən hadisədən danışır. Ağsaqqal Ələbbas kişi xartutun parçalanıb, yetişmiş tutların bir tərəfə dağılmasının böyük bir mərasimə çevirir. Hətta böyük gəlinə deyir ki, aş pişib, yəni bayramı. Böyük də kiçik də hamı belə bir yekdil fikrə gəldi ki, bu tutun ləzzəti başqa şeydir. Heç kim ömründə bu ləzzət tut yemir. Qonşular hərəsinə bir nimçə tut pay getdi. Elə bir Ələbbas kişigildə nişan gəlmişdi. Şirini paylardı. Böyük ailəsi, övladları, nəvələr olan Ələbbas kişi usta dülgər idi. Təqaüdə çıxsa da dülgəri alətlərini həmişə səliqəli saxlar və gücü çatan işləri görərdi. Xartutun 100 yaşda tamam olduğu həmin yay gecəsi Ələbbas kişi bu qərara gəldi ki, alətlərin ən yaxşısını seçib aparıb satır. Yəni həmin yay gecəsi qərarı verir, səhərsiz gün satmağa gedir. Əsas məqsəd onun doğumu olan alətlərini özündən sonra əsl zəhmətkeş bir insana miras qoymaq istər. Ələbbas demək övladları qoymaq istər. Zəhmət adamı olan Ələbbas kişinin bəzi məqamlarda oğlanları başa düşmür. Övladları Ələbbas kişini məzəmmət eləyir. Ancaq başa düşmürlər ki, bir yaxşı usta çıxsa qarşısına ki, bu alətləri sərraf gözlə baxa bilər, qolunda gücü var, ayağında taqət, pulsuz zadsız halal edər ona, bu çəkici də, mişarı da, rəndəni də və başqa nəyi varsa hamısı. Ələbbas kişi 3 gün alətlərini satmaq üçün küçəyə çıxır. 3-cü gün bir nəfər zublun qiymətini soruşur. Ələbbas kişi ona da alətləri satmır. Alıcı oğlan bəlkə də usta idi, amma ürəyi usta deyildi. Ona görə Ələbbas kişi alətləri ona satmır. Ələbbas kişi alətləri satmır. Alətləri yiyə duracaq bir adam tapmayıb körpeşmə evə qayıdır. Ələbbas kişiyə birdən güc gəlir. Səhəri gün Ələbbas kişi evin qapı pəncərəsini əl gəzdirməyə başladı. Sonra həyətinin şüşəbəndini səliqəyə saldı. Balaca xanım Ələbbas kişidən xahiş edir ki, onların qapısının ağzına oturmaq üçün skamya düzəltsin. Balaca bir talvarda olsun. Yayda üstümüzə günəş düşməz. Yəni bu balaca xanımın xahişidir. Skamyada talvarın taxta dirəkləri hazır olur. Bircə günlük iş qalmışdı, ancaq Ələbbas kişi gecə keçinir. Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi olur. Balaca xanımın küçə qapısı ağzında skamyanın üstündə çox yaxşı bir talvar var idi. Ələbbas kişi ilə Tubu xanımın 2 oğlu və 4 qızı var idi. Yəni Ələbbas kişi, Tubu xanım ər-arvad idilər. Hamı Ələbbas kişiyə lağ eləyəndə, ərad bildirəndə Əliqulu onun necə də zəhmətli, əməksiz bir qoca olduğunu düşünür. Əliqulu da kimdir? O qəzetdə ilk imzası olan Mehranqulun oğlu Əliqulu. Qəzetdə ilk imzası olan şəxs. Əməkçi qoca olduğunu düşünür. Çünki şair təbiətli insan. Əsərdəki Mehranqulun oğlu Əliqulu qəzetdə, jurnalda ilk imzası olan kəndi idi. Ələbbas kişi Ağa Muxtarın uşaqlığını göz önünə gətirir. Biz gəldik gedərik, sən yaşa dünya fikrini söylər. Yəni
bu diqqətli olacaq Əli ki, övladının uşaqlığını gözünün önünə gətirəndə bu misraları deyir. Biz gedərik, sən yaşa deyir. Fikrini deyir. Daha sonra isə İskəndər Qalman deyir, bu kimə qalacaq deyir. Bütün kənd cəmaatı Əli kişiyə dəyər verir. Elə düşünür ki, o da Xartuz kimi yüzlə yaşayacaq. Əli kişinin atası neftçi olmuşdur, özü isə dülgərdir, yəni atasının yolunu davam etməyib. Sadə zəhmət adamı kimi əsərin baş qəhrəmanı öz mövqeyindən tam razıdır. Əsərdə adət-ənənəyə uyğun olaraq ataya övlad qayğısı demək hiss olunur. Eyni zamanda övlada da ata qayğısı hiss olunur. Əsərdə Sovet dövründə bəzi ictimai və siyasi məsələlər üst örtə keçib toxunulur fikri yanlış. Yəni Sovet dövrü ilə bağlı hər hansı bir hadisə toxunulması barədə heç bir fikir yoxdur. Belə dəyərli yoldaşlar, biz Talvar əsərin izahına baxdıq. Növbəti bir vəsiyyətdə inşallah görüşəcək. Diqqətinizə görə təşəkkür edirəm.